Hörmətli fermerlər, aqrar sahədə çalışan sahibkarlar, bütün mütəxəssislər və əməkdaşlar, hər birinizi salamlayıram. Hər il olduğu kimi bu ildə Kənd Təsərrüfatı və Qida sərgisinin may ayında keçirilməsi nəzərdə tutulur. Bu il Kənd Təsərrüfatı və Qida sərgisi Caspian Agrovik adı altında müxtəlif istiqamətli mövzuları özündə birləşdirən tədbirləri əhatə edəcək. Hər il alışdığımız kimi texnika və texnologiyaların nümayişi həyata keçiriləcək, amma əvvəlki illərdən fərqli olaraq Kənd Təsərrüfatı sərgisi sadəcə nümayiş sahəsi deyil, eyni zamanda aqrar sahədə müxtəlif forumların təşkili, fikir mübadilələri, platformaların təşkili, aqrar sahədə uğur əldə eləmiş innovativ təsərrüfatlara səyahətlərin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı sərgisi qeyd etdiyim kimi sadəcə nümayiş mərkəzi deyil, eyni zamanda mütəxəssislər, aqrar sahədə çalışanlar, rəsmilər, ekspertlər üçün, alimlər üçün fikir mübadiləsinin aparılması, know-how-nun paylaşılması, təcrübələrinin bölüşülməsi üçün yaxşı bir platforma olacağına inanıram. Bizim məqsədimiz Kənd Təsərrüfatı və Qida sərgisinin sadəcə texnika və texnologiyaların nümayiş mərkəzi deyil, eyni zamanda elmin, təcrübənin və aqrar sahibkarlığın birləşdiyi, fikir mübadiləsi apardığı bir platformaya çevirməkdir. Hər il olduğu kimi bu ildə xaricdən müxtəlif rəsmlərin sərgiyə gəlməsi və əvvəlki illərdən fərqli olaraq qeyd edeyim ki, daha çox Kənd Təsərrüfatı nazirlərinin səfəri nəzərdə tutulur və əlbəttə ki, bu sevindirici haldır ki, kənd təsərrüfatında sadəcə Azərbaycan çərçivəsində deyil, eyni zamanda beynəlxalq aləmdə də marağın artdığını göstərir. Azərbaycan orta koridor üzərində yerləşməsi, bugün logistik mərkəzə çevrilməsi və bu nöqteyi nəzərdən aqrar sahəyə olan dəstəyin nəticəsi olaraq Azərbaycana xarici həm rəsmilərin, həm ekspertlərin marağı olduqca artmışdır. Ümid edirəm sərgidən maksimum yararlanmağa, faydalanmağa, işinizin genişlənməsi üçün aqrar sahədə həm biliklərinizin, həm göstərdiyiniz fəaliyyətin imkanların artması üçün faydalana biləcəksiniz. Sərgidə hamınızı görmək ümidi ilə uğurlar.